Uğur qazandıqdan sonra itirdiyin bir şey varmı? Misal üçün ən azından rahatçılığımı itirdim. Azadlığını. Azadlığımı itirdim. Düzdür, nə qədər də hələ də çabalayaraq onu qoruyub saxlamağa çalışsam da, amma hardasa itirmişəm. Misal üçün artıq Targov adlandırdığımız o küçədə mən rahat dostlarımla əylənə gəzə bilmirəm. Misal üçün ki, belə də olmalıdır onsuz da və s. və ilaxir. Niyə Nadir? Çünki hamının gözü üstündədir. Çünki Olsun. nə bilim, mən deyirlər ki, insanların fikrini önəm qoymamaq lazımdır falan. Mən biraz insanların, ki düşünürəm mənim sahəmdə olan, mənim peşəmdə olan hamı insanların fikrinə az da olsa dəyər verməlidir, yəni nəzərə almalıdır insanların fikrin. Çünki bizi də sənətçi eləyən onlardır nəticədə. Və mən onlara nə göstərsəm, Xəyal Bayaqları fasilədə bir işin göstərdi bizə, bir reklam çarxını, siz də görəcəksiniz bu yaxınlarda. Şəhərimiz bizim üzümüzdür adlı çarxdır, düzdür? Bəli. Və mən düşünürəm ki, biz də insanların üzüyük. Ona görə onlar bizə kütlə, misal üçün bizim izləyici kütləmiz var da, indi deyək, adicə sosial şəbəkədə, Instagramda. Bu izləyici kütləsi səni niyə izləyir? Çünki sənə güvənir, sənə inanır. Sən nəyi paylaşdın, onu dalıyca gedəcək. Adicə nəyisə reklam eləsin, artıq deyəcək ki, hə, Nadir ondan istifadə edəcək, qoyun mən də ondan istifadə edeyim, misal üçün. Və bu o deməkdir ki, sənə güvənirlər, sənə inanırlar. Mən nə göstərsəm, onu görəcəklər, amma onlar da mənə bir ümid bağlayırlar, onlar da mənə bir gözlə görürlər və mən özümü açıb buraxsam, loru dildə desək, biraz kobud səslənsə də, mən qınanılaram və bunu heç istəmərəm, heç vaxt. Mən çünki heç vaxt məşhur olmağı, sadəcə məşhur olmağı arzulamamışam. Mən sevilən məşhur olmağı arzulamışam. Çox şükür ki, deyəsən, biraz sevirlər məni. İnşallah ki, belə də qalar, nifrət eləməzlər, çünki bundan çox qorxuram doğrudan. Ona görə düşünürəm... Heç vaxt zəif tərəflərini kamera qarşısında etiraf eləmə. Bu da sənə balaca bir tövsiyə. Məncə də. Çünki insanlar elə ən zəif yerdən vurmağı xoşlayırlar. Tamamilə razıyam. Tamamilə razıyam. Buyur, davam edin. Və bir də itirdiklərimdən bunu ağlıma bu gəldi ki, bəzi dostlarımı itirdim. Hə, nə mənada itirdim? Çünki bəzi dostlarımı itirdim. Əlbəttə, itdilərsə deməli elə belədir də. Necə göstərdin belə? Hə, tırnaq içində yəni. Çünki mən bəzilərini iç üzün gördüm artıq məşhur olandan sonra. Tanımadığım qohumlar çıxır üzə ki, mən heç bilmirdim sən varsan, gəl ki, biz qohumuq. Sən haradaydın bəs necə vaxtı? Və yaxud hansısa dost, Nadir qardaşım, nə bilim, gəlib, yaxşı da, sən indiyə qədər mənlə yaxın deyildin axı, niyə belə indi yaxınlıq eləməyə çalışdın? Sən sadəcə, ya da nə bilim, əksinə, dostum idi, misal üçün, görürəm ki, biraz dəyişir. Bəziləri saflıq olaraq, məsələn, qorxanlar da olmuş dostlarımdan. Məsələn, dostum var idi ki, deyir, Nadir, sənə məşhur olandan sonra, artıq Səs Azərbaycanın qalibi olandan sonra, Eurovision'a gedəndən sonra, bütün media məndən danışmağa başlayandan sonra deyirdi ki, sənə zəng eləməyə qorxurdum. Deyirəm, niyə? Deyir, çünki fikirləşirdim, birdən zəngimi açmazsam və mən qırılaram. Bundan qorxurdular. Mən etdim ki, yox da, mən necə varam, elə də qalmışam da, mən heç vaxt dəyişməmişəm, dəyişməyəcəm də. Amma hə, belə itkilərim oldu. Aydın, amma Targovaya çıx. Amma Targovaya çıx, rahat ol, əksinə rahat ol. Çıxıram, insanların içində rahat ol, biraz komplekslərini at bir kənara və əksinə insanlarla ünsiyyətdə ol. Məsələn, rahat ol, özün get marketə, özün get istədiyini al. Hə, yəni rahat ol. Həqiqətən, yəni. Targovaya çıxmıram demirəm. Targovaya çıxanda rahat hərəkət eləmirəm. Artıq məsələn, o vaxt 16-17 yaşımda dostlarımla oynaya gəzirdim. Hə, rəftarına fikir verməlisən. Çünki sən bir sənət adamısan, sən bir incə sənət nümayəndəsisən və sən öz sahənin adını doğrultmalısan. Təşəkkür edirəm. Mədəni şou. Çox möhtəşəm bir sual idi. Çox möhtəşəm sual idi. Mən sadəcə bir əlavə eləmək istəyirəm icazənlə. Uğur qazanandan sonra təbii ki, dostları falan, bəzən elə bir şeylər eşidirəm ki, yəni elə bir insanlar sənin arxanca danışır ki, çox belə adam pis olur və inanılmazdır. Yəni, düşünməsin ki, bu insanla axı mən çox yaxşı olmuşam, mən bu insana canımı vermişəm də, yəni niyə bu insan? Amma o bizim, belə deyək də, uğurlu olduğumuzu təsdiqləyən bir şeydir, Nadir. Bəlkə də, hə. Mən amma bir şey üçün çox üzülmüşəm ki, mən uğur qazanandan sonra daha da onun o azartına da getmişəm də, yəni adam daha çox nə eləyib. Mən ailəmlə çox vaxt keçirməmişəm deyə, bax ona çox keçirə bilmirəm deyə, misal ata, ana, nə bilim, yoldaşın, uşağın və s. Bunlar, sən bunlardan qalırsan işə görə, misal üçün 2 aydır mən bu montajları bitirə bilmirəm də, möhtəşəm proyektlərdir, mən buradan da eləyə bilmirəm, orada gedirəm, hər dəfə evə gedəndə deyirəm,
bağışla mənə ana, bağışla mənə ata. Ya amma mən bunu eləməliyəm də. Bu çünki bu da mənim böyük bir arzumdur. Əlbəttə. Amma mən ona görə vay dedim, o sualı oxuyanda o mənim gözümdə oldu. Maraqlı cavab idi. Allah can sağlığı versin, Allah balanı qorusun.